Günlər sabahın xeyir olsun, səni eşidirik. Salam, sabahınız xeyir olsun, hörmətli aparıcılarımız və əlbəttə ki, Telesəhərin daimi tamaşaçıları. Hazırda biz Yasamal rayonu Mətbuat prospekti velosiped zolağındayıq. Qeyd edim ki, paytaxtda mikromobillik zolaqlarının uzunluğunun 66,6 kilometrə çatdırılır və eləcə də onu da qeyd edim ki, təkcə 2026-cı ilin iyun ayında velosiped və skuterlərin sifarişində rekord göstəricilər qeydə alınıb ki, bunu mən sizə sonda diqqətinizə çatdıracağım. Hələlik isə istərdim ki, velosiped zolaqlarında paytaxt Bakıda ümumiyyətlə vəziyyət qənaət bəxşdimi? Bu haqda bizə daha ətraflı məlumatı nəqliyyat üzrə ekspert Ərşad Hüseynov məlumat versin. Ərşad müəllim, salam, sabahınız xeyir olsun. Salam, hər vaxtınız xeyir olsun. Zəhmət olmasa bizə qeyd edərsiniz, paytaxt Bakıda ümumiyyətlə velosiped zolaqlarında vəziyyət qənaət bəxşdimi? Öncə onu qeyd edim ki, velosiped zolaqları müasir urbanistikanın ayrılmaz atributudur və dünyanın böyük şəhərlərinə biz diqqət yetirsək görərik ki, orada kifayət qədər şaxələnmiş, şəbəkələşmiş velosiped zolaqları, ümumiyyətlə mikromobillik zolaqları var. Bunun gözəlliyi ondan ibarətdir ki, insanlar bir alternativ olaraq öz mobilliklərini təmin etmək üçün mikromobillik üsullarından da istifadə edirlər. Velosipedlərdən, kiçik elektrik nəqliyyat vasitələrindən və nəticədə həm nəqliyyat xərcləri azalır, küçələrdə tıxaclar azalır, insanların sağlamlığı qaydasına düşür. Çünki velosiped idarə etmək insan sağlamlığı üçün də çox vacibdir. Ona görə də bu mikromobillik zolaqlarının təqdim olunması və insanlara belə bir təklifin verilməsi ki, alternativ olaraq bu mobillik üsulundan da istifadə edilməsi çox lazımlıdır. Hazırda Bakı şəhərində hələ ki bu iş inkişaf mərhələsindədir. Şəhərin hər yerini əhatə eləmir. Amma digər tərəfdən biz baxırıq ki, həmin mikromobillik zolaqlarında hərəkət edənlər də o qədər çox deyil. Yəni, mən düşünürəm ki, paralel olaraq bu proses getməlidir. Təbliğat, təşviqat işləri getməlidir ki, mikromobillik vasitələrindən daha çox istifadə olunsun. İnsanlar görsünlər ki, bu da təhlükəsizdir, rahatdır, istifadə eləmək olar, iqtisadi baxımdan sərfəlidir və s. Həm də buna paralel olaraq gələcəkdə ehtiyac olduqca bu şəbəkəni də genişləndirmək olar. Nəticədə tədricən Bakıda da yavaş-yavaş mikromobilliyin də bir mobilliyin alternativ üsulu kimi ortaya qoyulması və populyarlaşması həyata keçirilə bilər. Çox sağ olun Ərşad bəy, ətraflı məlumat üçün. Bəli, mən sizə əvvəldə söz verdiyim kimi sizə rekord göstəricilərini nəzərinizə çatdırmaq istəyərdim. Demək, təkcə 2026-cı ilin iyun ayında velosiped və skuterlərin sifariş sayı 468.750 sifarişə çatıb. Belə mənim bugünə, eləcə də bu saata, bu mövzuda çatdıracaqlarım bunlar idi. Sözü ötürmək istərdim studiyaya, aparıcılarımıza. Hələlik. Təşəkkür edirik, çox sağ olun. Arzu edirik ki, bizim vətəndaşlarımız da artıq alternativ nəqliyyat növündən istifadə edəcək və o zolaqlardan, eyni zamanda skuterlərdən. Çünki bu həm vaxtımıza qənaət edəcək, eyni zamanda ətraf mühiti qoruyaya biləcək.